İndi kosinüs üstü 4 çıxılsın sinüs üstü 4. Kosinüs üstü 4-ün yerinə kosinüs kvadratı alfanın kvadratı. Çıxılsın sinüs üstü 4-ün yerinə sinüs kvadratı alfanın kvadratı. Üstə gəl sinus 2 alfa da yerində qalır. İndi bunun kvadratlar fərqinə görə açsaq nə verir bizə? Bəli, kosinus kvadratı alfa çıxılsın sinus kvadratı alfa. Bir dəfə də cəmi. Kosinus kvadratı alfa üstə gəl sinus kvadratı alfa. Üstə gəl yenə sinus 2 alfa da yerindədir. İndi bu verir bizə, bax bu kvadratları cəmi verir bizə 1-i. Bəs bunların fərqi nə verir bizə? Kvadratları fərqi? Kosinus 2 alfanın açılışıdır. Kosinus 2 alfa üstə gəl sinus 2 alfa. İndi orada alfa 7 pi bölünsün 24'tür. 2 alfa ne edir bəs? 7 pi bölünsün 12 edir. 7 pi bölünsün 12. 2'ye vururuq. Yerinə yazıb da hesablaya bilərik. Əslində bizdən nə istəyir? Qiymətlərin cəmini istəyir. Bərabərdir. İndi bunu belə bir düstur var. Burada yazım ondan sonra. A sinus x üstə gəl b kosinus x bərabərdir. Kök altında a kvadratı üstə gəl b kvadratı sinus arktangens b bölünsün a diye bir düstur var. Şimdi burada emsallar 1 olduğuna göre 1'in kvadratı edir kök altta 2 vurulsun. Sinus 2 alfa üste gel arktangens 1. Arktangens 1 tangensi 1'e çeviren qiymət. Hansı bucaqdır? 45. Pi bölünsün 4. Şimdi bunu hesaplayaq. Gətirim yerinə yazın bax. İndi orada o 2 alfanın yerinə onu yazıram. Kök altında 2 vurulsun sinus 2 alfa yani 7 pi bölünsün 12 ile pi bölünsün 4'ü topluyorum. Kök altında 2 vurulsun sinus neçədir bu? 12'de buranı da 3'e vururuq da neticədə 3 10 pi. Bu da ixtisar gedər. Neçə qalır? Kök altında 2 vurulsun sinus 6'da 5 pi. Sinus 6'da 5 pi çevirmə düsturuna yaza bilərik. Aslında 150 dərəcə deməkdir. Çevirmə ilə yaza bilərik çox rahatlıqla. Yəni buradan yazıram. Kök altında 2 vurulsun sinus pi çıxılsın 6'da pi. Bu nə verir bizə? Pi minus alfa. Sinus pi bölünsün 6. Bəli, sinus pi bölünsün 6. Kök altında 2 vurulsun sinus pi bölü 6. Yəni kök altında 2 vurulsun 2'də 1 elə kök 2 bölünsün 2.